Güclü külək Tel Aviv şəhərində ciddi fəsadlar törədib. Külək nəticəsində ağaclar kökündən çıxıb. Minlərlə abonent elektrik enerjisiz qalıb. Şəhərdə çoxillik ağaclardan biri 7 nömrəli məktəbin binasının üzərinə aşıb. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb. Təbii fəlakət Saqareco bələdiyyəsində də problemlərə yol açıb. Ərazidə yüksək gərginlikli elektrik xətləri zədələnib. Çox saylı ağaclar aşıb və əhalinin bir hissəsi işıqsız qalıb. Marniyüldə yumurtanın, xüsusilə də kənd yumurtasının qiyməti kəskin artıb. Bayram qabağı yeni il süfrəsinin əsas məhsullarından sayılan yumurtanın bahalaşmasını satıcılar ölkədə yaranan yumurta qıtlığı ilə əlaqələndirirlər. Hazırda kənd yumurtası 80 tetri 1 lariyə, supermarketlərdə isə 50-60 tetriyə satılır. Gürcüstan Milli Bankı dekabrın 15-nə dollar və avronun lariyə qarşı rəsmi məzənnəsini açıqlayıb. Yenilənmiş məzənnəyə görə 1 dollar 2 lari 69 tetri, 1 avro isə 3 lari 16 tetri təşkil edir.